Selam. Səhəriniz xeyir olsun. Səhər bir şey yadıma düşdü, istədim xidmətinizə mətrəh eləyəm. Bizim bu vəziyyəti iqtisadımızdan hər kəs həynəcə istəyibdi, istifadə edibdi və bizim başımıza böyük çəkibdi. Yadıma gəlir təqribən 22 il bundan qabaq bir dənə Gold Coins çıxdı. Gəldilər, biləxərə mənim də bir adam gəldi, biləxərə prezent elədi. Qəşəng sözlər dedi. Sindimiz də o zaman idi ki, vaqəən rüyayı fikir idik. Qəşəng sözlər dedi biləmizə. Kompüterlə aşina olduq. Biləxərə bizim nəsil olcuydu. İnternetlə aşina olduq. Gəldilər bizə qəşəng əhdaf təriflədilər. Əhdafı quta müddət, bulənd müddət. Və biz də fikirlədik elə həynə itiymişik bu da vaydı. Ev tutduq, məxfiyana bir ev tutduq, getdik orada fəaliyyət eləydik. Onu da gizlədiydik. Necə məsələn iftixar eləydik, deydik, haqq bilməyik, fəqət biz bilirik. Gəldi ta gəldi, mən Zo'la bir adam prezent elədim. Zo'la. Benim anda onu anlattım, pulu getdi, özümüzün də pulumuz getdi. Vəli yadımda da bizi bir şey çağırdılar bir dənə çölə, bağdı. Bir dənə küt qız gəldi. Bahalı maşınla gəlmişdi. Düşdü bizə danışdı. Biz də vaqəən dedik elə, hətmən biz də bu cür olacağıq da. Allah'ın da pulumuz getdi və bir dənə sikkə verdilər biləmizə. Yadımdadır, bir dənə sikkə verdilər. Gözəl idi. Gözəl idi. Və onu da mən saxlamışam. Əksin qoyacağım, baxasız. İstəyəm deyəm, yəni dünyada bu sərmayədarıdır, mafiyadır. Baxı ki, necə bizdən istifadə eləyəcəkdir. O camiələr ki, məsələn, bir dənə mövzuda dalıya qalıb, ya bir dənə məsələn iqtisadi vəziyyətdə dalıya qalıbdır. Gələk bunlardan necə istifadə eləyək və necə bunların pullayıq. Tapşırıram ki, ömründə pul rahat hələ gəlməz. Gərək zəhmət çəkək. Xudahafiz.